psixiatr Günel. Günel Soylu, o sənin adamın idim o. Hə, psixiatr Günel Soylu. Mənə onun haqqında məlumat yazın görüm o. Valikin haqqında məlumat yazın görüm. Psixiatram deyirsən, psixiatram. Sən öz nətər psixiatrsan, sən özün psixsən. Sən özün ictimai içində özünü aparamırsan. Hə də sən mənim şeyimin başısan. Sənin nəslin də mənim şeyimin başıdır. Günel Soylusan, boylusan, boysuzsan, nə bilim soysuzsan, get oturma Doğanla, qancığın balası qancıq. Bir dəfə bir psixiatrla danışmışıq o vaxtları. Cəmaatın dərisini soyur. Ha, bilirsiniz niyə? Klient qəbul edə bilmir artıq. Artıq klientləri kəsilibdir. Bu soylu da, soysuz da daha doğrusu. Bu soysuz da çağırdım ki millete dedim ki ay millet o adam sizi getirir cavan kızların hamısını satır sattırır. Zayıf nöqtələrini didizdirir. Deyir yuxarı. Kameraya çəkib görüntünüzü verir. Görür ki klient gəlmir. Epizod yazdı. Cəmaatın elə bu boyda da hadisələr olur. Dəlilərin, psixilərin sayı çoxalır. Amma bunun klienti yoxdur. Hazır başı xarab gedər ha onun yanına da. Sən özün də yazmısan psixiatram, həkiməm. Cəmaatı psixoloji belə mi müalicə eləyirsən sən? Sən cəmaatın aborot dəli eləyirsən bu ağlınla. Birinci səni çaldıracağam. Soysuz. Səni də ailəni də çaldırıb oynadacağım sizi. Darıxmayın.